Avtomobilin mühərriklərində yağ azalması zamanı ustalarımızın 90%-i 5.30-dan məsələn atıram 10.40-a keçməyi tövsiyə edir. Siz buna necə açıqlama verə bilərsiniz? Bu düzgün yanaşmadır yoxsa yanlış yanaşmadır? Bu qəti şəkildə səhv bir yanaşmadır. Bu yanaşmadan istifadə etmək avtomobilin axırına tez çıxmaq deməkdir. Ona görə də mühərrikin daxili hissələri üçün. Bəli, tamamilə düzdür. Yəni bu yanaşma ilə avtomobilin mühərrikin ömrünü çox qısaldırıq. Əgər avtomobilin mühərrikində problem varsa belə, elə eyni istehsalçı tərəfdən göstərilən qatılıqda yağı istifadə eləmək və dabavka, yəni əlavə eləmək daha yaxşıdır, nəinki daha qatı yağa keçmək. Bu böyük bir ziyan var. İlk öncə deyək ki, məsələn 5.40 ilə 10.40 arasında 5.40 sintetik yağdır, 5.30 sintetik yağdır, 10.40 yarı sintetikdir. Bu deməkdir ki, avtomobilin qorunmasını daha zəif qoruyur. Çünki sintetik yağlar daha üstün qoruma təmin edir. Burada turbonun yağlanmasında, mühərrikin soyuq startda, avtomobili quranda, mühərriki avtomobili yandıranda, xoda salanda o zaman nə baş verir? Yəni bu yağlama prosesi gec baş verir və avtomobilin aşınmasını artırır. Dar yağ kanalları var. Onlarda kifayət qədər yağ dövr eləmir, yağlanmanı təmin eləmir. Yəni bu daha çox simptomu müalicə eləməkdir, nəinki həqiqətən problemi həll eləməkdir. Avtomobilin yürüyüşü artdıqca mühərrikin baxım keçirilməlidir. Vaxtında baxımlar keçirildiyi zaman azalma ola bilər, amma normativ şəkildə, bəlli bir ramka içərisində ola bilər, bəlli bir miqdarda. Amma bunu aşırsa avtomobilin mühərrikində problem var. O problemi həll etmək lazımdır. Nəinki qatılığa, daha qatı yağ istifadə etmək və avtomobilin daha çox da ziyan vurmaq. Yəni dediyim kimi, ən yaxşı yoludur ki, əgər hətta avtomobili təmir etmək istəmirsə, baxım etmək istəmirsə avtomobil sürücüsü, o zaman heç olmasa düzgün qatılıqda yağ istifadə etsin və əlavə ilə sürsün. Nəinki daha qatı yağa keçmək. Xüsusən də bu şeyə görürük ki, Amerikadan gələn hibrid avtomobillər var və yaxud taksidə istifadə olunan hibrid avtomobillər var ki, orada göstərici 0W20-dir. Amma 5W30, hətta 5W40 tökən də var və bunun nə qədər yanlış bir seçim olduğunu, yəni biz baxıb ürəyimiz ağrıyır, sürücülərə tövsiyəmizi eləyirik. Bəziləri yox ucuz olsun, yox təzə yağ olsun, yox avtomobil getsin. Amma bu yanaşma, yəni dediyim kimi, avtomobilin həyat ömrünü çox daha tez qısaldır. Bəs o zaman məsələn atıram, mobil süzdüyü halda motora mobil süzüb, insan atıram Qəbələyə gedir və yağ azalmasını müşahidə edir ekrandan. Mobil 5.30 tapa bilmədiyi halda əlavə olaraq 1 litri 5.40 mobil və ya 5.30 adını çəkmədiyim digər markaları süzdüyü halda bir problem yaşaya bilər sürücü? O tövsiyə olunmayan bir çözümdür. Yəni nə bu, nə o məsləhətli deyil, ilkin olaraq. Amma zərurət yarandığı zaman bəli, həm 5.30 digər, amma premium keyfiyyətli yağ, premium marka olmalıdır, keyfiyyətli marka olmalıdır. Premium deyəndə, yəni keyfiyyətli olsun. Bizdə düzdür, o keyfiyyətli və premium sözlərini bir-birinə bərabər tuturlar. Əslində elədir, keyfiyyətli mal premium sayılır, amma hər bir yağa premium və keyfiyyətli yağ demək olmaz. Tanınmış markalar, beynəlxalq markaları istifadə edə bilər, qarışdırıla bilər, kritik bir vəziyyət yaranmayacaqdır. 5.30 ilə 5.40 isə onların viskozitəsi, yəni duruluğu bir-birinə çox yaxın olduğuna görə qısa müddətli, yəni bir günlük ya da bəlli bir kilometraja görə elə olunsa problem yox, problem olmayacaqdır. Amma buna belə bir hadisə baş verdisə, ən yaxşısı gedib ondan sonra yağı dəyişmək və istifadə elədiyin yağı özündə saxlamaq. Yox, ondan da yaxşı bir variant var, üzr istəyirəm. Ondan sonra avtosistemə bizə zəng eləmək, Qəbələdə istirahətdədir, bir gün qalacaq. Biz taksiyə qoyub göndəririk, dəyişsin yağı. Vəssalam. Bu qədər sağ. Təkcə yağı yox, bütün Azərbaycanın ehtiyac hissələri, Azərbaycanın bütün bölgələrinə, yəni
Qarabağımızdan tutmuş, hər yana göndərə bilirik. Problem yoxdur. Avtosistem bir dənə olsa da Bakıda, Azərbaycanda, amma hər yana maşallah biz mal satırıq, mal göndəririk. Sizə də müraciət eləsələr, yoxsa nə dostunuz, tanışınız, biz və avtosistem sizi düşünərək. Sadə. Zaten biz hər zaman deyirik ki, avtosistem bizim ən birinci, ən vacib partnyorlardan biridir və Sağ olun, var olun. və biz bir partnyor olaraq sizin işləmək sistemimizə bələdik. Yəni nə qədər can yandırırsınız, nə qədər vicdanla, insafla bu işə yanaşırsınız və nə qədər professional bu işi görürsünüz. Bu bir nümunədir və nümunədən başqa, yəni başqaları üçün nümunədən başqa siz zaten öndəsiz də, yəni siz göz qabağındasınız və maşallah olsun, yəni biz işiniz, yəni siz işiniz möhtəşəmdir. Təşəkkür edirəm. Bu bir Çox sağ reklam olun. idi. Bəli, bu bir amma ürəkdən gələn bir reklam idi. Bəs belə bir şey də deyim Orxan bəy sizə. Adam müştəri insan yəni 5000 kilometrajdan sonra gördüyü halda ki 1 litr və ya 700 qram yağ azalması var. Yağ bizim məsələn sahib müəllim. Mən onun avtomobilinin mühərrikinin yağını verdiyim halda 1 litrdə əlavə olaraq yağı baqajda saxlayır. Və təbii ki o 5000 kilometrajı sahib müəllim 3 aya 4 ay müddətində intervalından sonra yağ dəyişməsi eləyir. O 3-4 ay baqajda 1 litr ağzı açılmış yağ olduğu halda, çünki necə deyim, boçkadan bir süzüb veririk, 1 litrdə baqajda qalır. O 3-4 ay baqajda, 2 aydır lap deyək, 2 ay baqajda qaldığı halda sonra motora əlavə olunması düzgündürmü, yoxsa yağın orada 2 ay isti və ya soyuq hava temperaturunun dəyişiminə əsasən qalandan sonra motora bir sıxıntı yaradar? Siz anbarlarınızda necə saxlayırsınız onu? Mən hər iki suala cavab verəcəyəm. 2-3 ay kritik deyil. Amma uzun müddətli 6 ay, 1 il bu biraz kritikdir. Bunun da çox basit bir səbəbi var. Yağın ağzı açıldıqda bu artıq hava ilə təmasa gedir. Bu bir. İstər-istəməz bu bəlli bir oksidləşməyə gəlib çıxardır. İkincisi, bizim yayımız, əsasən də yay ayları çox isti keçir. Yağ baqajnikdə olanda bu isti, soyuq və yaxud da demək ki, o 40 dərəcəyə qədər bu təsir eləyir, yağın keyfiyyətini azaldır. Üçüncü olaraq bu nəmlik, havadan rütubət, nəmliyi canla çəkir yağ. Ona görə belə bir şey deyim, yəni 2-3 ay okeydir, amma yenə də ağzı maksimum kip bağlı, baqajnikdə və günəşin altında olmamaq, salonda olmasın, günəşin altında olmasın. Buna fikir versəz 2-3 ay, 3-4 ay problem deyil, kritik deyil və istifadə oluna bilər. Amma uzun müddətli tövsiyə olunmur. Xüsusən də bu yay aylarında diqqətli olmaq lazımdır. Bizim anbarımızda mallar düzgün temperaturda saxlanılır ilk növbədə, çünki hər temperatur oynaması, yağ 100 dərəcədə dözür. Yəni yağ 100 dərəcədə, mühərrikdə zaten 90-100 dərəcə işlək temperatur, 90-100 dərəcədir. Yəni bu yağ buna dözür. Amma istərsiniz bu temperaturun oynaması bəlli bir yağa bir ömrünü azaldır. 1%, 2%, 3%, 5% təsir eləyir. Bizdə bütün məhsullar ağzı bağlı, fabrikadan, zavoddan gəldiyi formada gəlir, saxlanılır. Düzgün hava şəraitdə, günəşdən uzaq, kölgədə, düzgün temperaturda saxlanılır və ümumiyyətlə bir yağın saxlama müddəti adətən 5 ildir. Mən sizə deyim ki, hətta istehsalçı 5 il deyir, amma 10 ilə də qədər də istifadə oluna bilər. Amma yenə də bunu saxlama şərtləri çox vacib məqamdır.